ABŞ Hərbi Hava Qüvvələrinin bugün səhər saatlarında İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Azərbaycanda radiasiya fonunda artım qeydə alınmayıb. Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayevin verdiyi məlumata görə, hadisələr Azərbaycandan təxminən 1000 kilometr məsafədə baş verdiyindən, bu cür məsafələrdə nüvə obyektlərinin partlaması hətta reaktor olsa belə ölkəmizə təsir göstərə bilməz. Həmin gün Zəngilan, İmişli və Biləsuvar bölgələrində aparılan tədqiqatlar nəticəsində radiasiya fonunda heç bir artım müşahidə olunmayıb. Hazırda ekspedisiyalar həmin regionlarda fəaliyyətini davam etdirir və daimi monitorinq aparan cihazlar vasitəsilə radiasiya fonu nəzarət altında saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin perimetr boyunca yerləşən avtomatik stansiyalar vasitəsilə məlumatlar Fövqəladə Hallar Nazirliyinə ötürülür. Beynəlxalq Atom Enerjisi Agentliyinin apardığı tədqiqatlara görə də bu hadisələrin Azərbaycana heç bir təsiri görünməyib. Müqayisə üçün Çernobıl qəzası zamanı 135 kilometr məsafədə yerləşən Kiyev şəhərində ciddi təsiri qeydə alınmamışdı. Buna görə də hazırda ölkəmizdə radiasiya təhlükəsi yoxdur və vəziyyət tam nəzarət altındadır.